Heydər Əliyev mərkəzində əsl anşlaq idi. Musiqi sevərlər dünya şöhrətli, əfsanəvi opera müğənnisi Alessandro Safina'nı dinləməyə tələsirdi. İlk dəfə Azərbaycanda olduğunu və Bakıya dəvət aldığı üçün hər kəsə minnətdarlığını bildirən dünya şöhrətli tenor Bakı tamaşaçısı üçün bütün bacarığını ortaya qoyacağını bildirdi. Alessandro Safina'nı Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri Viktor Babarikinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edirdi. Sənətçi 2 saatlıq konsert proqramında Azərbaycanlı pərəstişkarlarının repertuarının ən seçilmiş və bəyənilən mahnılarını təqdim etdi. Milyonların qəlbini fəth edən məşhur Luna single isə Bakı tamaşaçılarına xüsusi zövq verdi. Mənim üçün xoşdur ki, onun yaradıcılığında həm klassika, həm də müasir musiqi var və bu da yalnız klassik musiqini sevən insanları deyil, ümumiyyətlə gözəl musiqi ilə maraqlanan insanları, gəncləri cəm edir. Safina dünya şöhrətli sənətkardır. Onu Bakıda xüsusilə Belarus və Azərbaycanlı musiqiçilərin müşayiəti ilə dinləmək çox xoşdur. Musiqi həqiqətən də bütün dünyanı birləşdirir. Ölkəmizdə, gözəl Bakımızda belə bir konsertin təşkil olunması insana qürur verir. Yəni bugün həm gözəl səs, həm gözəl ifa, həm də gözəl atmosfer, Azərbaycanımızın bu şəkildə görülməsi bir vətəndaş olaraq bizə qürur verir. Özünə məxsus səsi və ifa tərzi ilə seçilən, musiqi albomları ilə bütün dünyada şöhrət qazanan Alessandro Safina klassik və populyar musiqini birləşdirməklə sənətdə opera roku adlandırılan yeni janr yaradıb. Onun bu üslubu Azərbaycan tamaşaçısı tərəfindən də yüksək qiymətləndirildi. Ətayə Ələmdar qızı Yaşad Məmmədov, Lider TV.